Salam, mövzumuz 6-cı sinif 24-cü mövzu məişət tikiş maşınının quruluşudur. Tikiş maşınları iki cür olur: sənaye və məişət tipli. Məişət tikiş maşınları isə özlüyündə 3 qrupa ayrılır: əl, ayaq və elektrik ötürücülü tikiş maşınları. Məişət tikiş maşınlarının quruluşu texniki imkanına, xarici görünüşünə görə müxtəlifdir. Amma buna baxmayaraq onların quruluşunda, təmir və istismar qaydalarında bənzərliklər çoxdur. Məişət tikiş maşınları parçanın kənarlarını kəsib düzəltmək, ilmələri və detalları ilməkləmək, dekorativ tikişləri yerinə yetirmək və həmçinin də naxış vurma üçün nəzərdə tutulmuşdur. Tikiş maşınında müxtəlif ötürücülər mövcuddur. Bu ötürücülərin köməyi ilə tikiş maşınları hərəkətə gətirilir. Hansı ötürücülər var? Ötürücülərin növləri hansılardır? Bütün müasir tikiş maşınlarında elektrik ötürücüləri mövcuddur. Yəni müasir tikiş maşınları müxtəlif müasir avadanlıqlar kimi elektriklə işlədiyi üçün elektrik ötürücüləri ilə təchiz edilir. Ötürücü maşının işlək hissəsini hərəkətə gətirən qurğudur. Ötürücü nədir? Maşının işlək hissəsini hərəkətə gətirən qurğudur. Elektrik ötürücüsü iki əsas hissədən ibarətdir. Birincisi elektrik mühərriki, ikincisi isə pedaldır. Deməli, elektrik ötürücüsünün iki əsas hissəsi oldu: elektrik mühərriki və pedal. Elektrik mühərriki tikiş maşınına bərkidilir, pedal döşəmədə olur, rahat yerdə qoyulmalıdır. Ayaqla pedalı sıxırlar, elektrik ötürücüsü işə salınır. Maşın tikişlərinin salınma sürəti isə pedalın sıxılma qüvvəsindən asılıdır. Pedala təzyiq nə qədər güclüdürsə, sürət bir o qədər çox olur. Pedalı buraxdıqda o ilkin vəziyyətə qayıdır və fırlanma sürəti maşın tam dayanana qədər azalır. Maşında tikiş işlərinə başlamazdan əvvəl təhlükəsiz iş qaydaları ilə tanış olmaq, sonra tikiş maşınını işə hazırlamaq lazımdır. Təhlükəsizlik qaydaları hansılardır? Hansı ki bu qaydalara riayət edilməlidir? Əllər maşının platformasında olmalıdır. Dirsəklər isə masa ilə eyni səviyyədə yerləşdirilməlidir. Tikiş maşınında iş zamanı iş yeri yaxşı işıqlandırılmalıdır. Masanın üzərində yalnız verilmiş texnoloji əməliyyat üçün lazım olan alətlər, tərtibatlar, detallar yerləşdirilməlidir. İş bitdikdən sonra iş yerini yığışdırmaq lazımdır. Tikiş işlərinin yerinə yetirilməsi üçün iş yeri, üzərində tikiş maşını quraşdırılmış, lazım olan alət və tərtibatlar, tikiş məmulatlarının detalları qoyulmuş masadır. Deməli, üzərində maşın quraşdırılan, lazım olan alətlər, tərtibatlar yığılan, detallar qoyulan masaya iş yeri deyilir. Tikiş işləri üçün iş yeri. Tikiş maşınında işləyərkən düzgün oturuş çox vacibdir. Düz oturub gövdə və başı biraz qabağa əymək lazımdır. Emal edilən əşyadan gözlərə qədər olan məsafə isə 30-40 sm olmalıdır. Maşının hərəkətdə olan hissələrinə çox yaxın əyilmək olmaz. Təhlükəsizlik qaydaları. Məsələn, işdə hansı təhlükələr baş verə bilər? Barmaqların iynə ilə zədələnməsi, geyim hissələrinin və ya saçların tikiş maşınının fırlanan hissəsinə ilişməsi, elektrik cərəyanı ilə zədələnmə. İşə başlamazdan əvvəl nə etmək lazımdır? Maşının sazlığını yoxlamaq, məmulatın detallarını birləşdirməmişdən əvvəl hissələrin arasında əl iynəsinin və ya sancağın olub-olmamasını yoxlamaq, iş zamanı nə etmək olmaz? Maşın işləyərkən yuxarı sapı saplamaq, makara qapağını quraşdırmaq, maşının fırlanan hissələrinin yanında qayçı, digər alətləri qoymaq, maşın işləyərkən qayçını, məmulatı, detalları kiməsə ötürmək. İşi bitirdikdən sonra isə maşını söndürmək, iş yerini yığışdırmaq lazımdır. Sonda bir ümumiləşmə edirik. Tikiş maşınları iki cür oldu: sənaye və məişət tipli. Məişət tikiş maşınları isə 3 cür oldu: əl, ayaq və elektrik ötürücülü. Ötürücü nə idi? Ötürücü maşının işlək hissələrini hərəkətə gətirən qurğudur. Bəs hansı ötürücüləri tanıdıq? Əl tikiş maşınının ötürücüsü, ayaqla işləyən tikiş maşınının ötürücüsü və elektriklə işləyən tikiş maşınının ötürücüsü. Elektriklə işləyən tikiş maşınının ötürücüləri iki əsas hissədən ibarət idi: bir elektrik mühərriki, iki pedal. Deməli, tikişin sürəti isə asılı idi pedalın sıxılmasından. Pedala olunan təzyiq nə qədər güclü idisə, sürət də bir o qədər çox olurdu. Tikiş işlərinin yerinə yetirilməsi üçün iş yeri, üzərində tikiş maşını quraşdırılmış, lazım olan alətlər, tərtibatlar və tikiş məmulatlarının detalları qoyulmuş masadır. Tikiş maşınında işləyərkən düzgün oturuş vacibdir. Əllər maşının platformasında olmalıdır. Dirsəklər masa ilə eyni səviyyədə yerləşdirilməlidir. İş yeri yaxşı işıqlandırılmalıdır və masa üzərində yalnız bizə lazım olan texnoloji əməliyyatı yerinə yetirmək üçün vacib olan alətlər, tərtibatlar, detallar yerləşdirilməlidir. Düz oturub gövdə biraz yəni gövdə düz olmalıdır. Baş isə biraz qabağa əyilməlidir. Emal edilən əşyalardan gözə qədər olan məsafə isə 30-40 sm olmalıdır. Maşının hərəkətdə olan zaman hərəkətli hissələrə çox yaxın əyilmək olmaz.